Ya göründüyün kimi ol, ya olduğun kimi görün. Bu sözü mən Türk kinolarında yadımdadır, uşaq idim, eşitmişdim və hələ o zamanlarda insanlarda saxtalıq görəndə belə daxilimdə belə bir təhər olurdum, qəribə gəlirdi. Deyirdim, bu özünü niyə belə aparır? Axı belə biri deyil əslində. O sözü eşidəndə gördüm, doğrudan da insanların elə bil demək ki, buna ehtiyacı var da. İnsan sözündə nədirsə, əməlində də o olsun. Yəni bu nə deməkdir? Bu bütünlükdür. Amma sən daxilində başqa cür olub da insanlara tam başqa bir şey göstərəndə, daxilində nətərdirsə, sözlərində bunlar eyni olmayanda mütləq o insan həyatı bir qarışıqlıq olur. Mənim pasientlərimin arasında həqiqətən olub da elə qızlar ki, hansıları ki, məcburi şəkildə tutalım evləndiriblər, düzdürmü? Valideyn göstərir ki, mən sənin üçün eləyirəm bunu. Mən görürəm bu yaxşı insandır, bu yaxşı ailə saxlayacaq. Bunu mən sənə görə eləyirəm. Sən məni anlamırsan. Sən gəl buna razılaş və hər bir şəkildə təzyiqlə, bəzən vurub döymə ilə, yəni nələrləsə uşağı razı salır. Nəyə görə? Əslində uşağın özünə görə eləmir. Çünki uşaq gözü yaşlıdır, uşaq dirənir, istəmir, deyir mən elə ümumiyyətlə evlənməyi istəmirəm və yaxud mənim başqa sevdiyim bir insan var, tutalım, hə? Və bu insanı evləndirirlərsə, yəni elə evləndirilən oğlanlar da çoxdur, düzdür? Yəni valideyn əslində nəyə görə eləyir bunu? Və valideyn istəyir ki, məsələn, hə deyir ki, bizim nəslimizdə heç vaxt boşanma falan olmayıb. Allah bilir kimi alacaq, Allah bilir kiminlə evlənəcək və orada yox da bir də biabır olmayaq. Biz məsəl üçün biabır olmasın deyə ay üstünə təzədən yük olar, qızğın qayıdar, gələr və sonra mənim üçün bu daha da çətin olar. Mən sonra necə baxaram, nə edərəm? Qoy elə bir yerə, elə bir ailəyə verim ki, mən bilim ki, mən orada ondan arxayınam. Yəni valideynin göstərdiyi nədir? Mən sənə görə eləyirəm, mən səni çox istəyirəm, sən mənim canımsan, ürəyimsən və sən anlamırsan bunu. Əslində valideynin burada nədir? Qorxularıdır. Valideynin sözü ilə əslində mən səni istəyirəm, sən mənim canımsanla sözü ilə üst-üstə düşürmə. İnsan öz canına zərər verərmi? İnsan öz canına xəsarət yetirərmi? İnsan öz canını qəfəsə salarmı? Yox, əlbəttə ki. Yəni görürsüz, burada üst-üstə düşmür. Həyatdan bir nümunələr götürəcəyəm hələ bugün cürəbəcür. Elə bilin anadır, tanıyırsınız da necə biridir. Deyir ki, məsələn, uşaqlarım üçün canımı da verərəm. Uşaqlarım üçün mən hər şey eləyərəm. Onlar mənim hər şeyimdir. Mən onların heç birini ayırmıram. İkisi də mənim balamdır, ikisi də mənim canımdır. Məsələn, hə, amma əməldə görürsən yox, birini üstün tutur, biri üçün hər bir şey edir, o birisini isə ömür boyu qısıtladı. Nədir burada? Və həmin insana baxsan, görsən ki, onun baxışı da narahatdır. Onun insanlarla söhbət edəndə sıxılmış hiss edir. Çünki anlayır insanlar görür onun dediyi ilə elədikləri üst-üstə düşmür. Məsələn, xəyanət edib də başqasını günahlandıran, qarşısındakını günahlandıran sənin üstündə oldu. Sən mənə qarşı belə olmasaydın, mən xəyanət etməzdim. Sən mənə qarşı elə olmasaydın, mən bunu etməzdim. Bunu deyən adam əslində nə edir? Əslində öz, yəni ki, günahını boynuna almır ki, bəli, bu mənim səhvimdir. Mən bu xəyanəti edən sonuçda mənəm. Başqası ilə birlikdə olan mənəm. Düzdürmü? Yenə də burada nədir? İnsan qəbul etmir ki, mən bu cürəm, mən xəyanətə meyilli biriyəm. Sadiq qala biləcək biri deyiləm. Mən yalan danışmağı meyilliyəm. Mən yalanı seçirəm. Mən bir neçə münasibəti bir arada tutmağı seçirəm. Çünki mənim ona da ehtiyacım var. Məsəl üçün dilində gətirib bunu deməyə utanır. Qorxur deməyə ki, mənim sənə də ehtiyacım var, o birisinə də ehtiyacım var, buna da ehtiyacım var. Digər bir neçə arada sırada tanış olduğum insanlara da, çünki hərəslərindən cürəbəcür resurslar əldə edirəm. Yəni insanın özünə etiraf edə biləcəyi şeyləri, nəyə ki insan özünə etiraf edə bilmir? Öz qorxularını. Bəli, yəni mən qorxuram. Daxilimdə qorxuram, amma ki üzdə göstərirəm ki, yox, heç mənim vecimə də deyil. Mən deyirəm ki, yox, mənim üçün heç fərqi yoxdur, amma oturub gözləyirəm kiminsə müsbət cavabını. Ümumiyyətlə insan nə edir? Olduğu kimi daxilində nətərdirsə,
daxilində nətərdirsə, çox fərqli özünü insanlara göstərəndə, yəni məsəl üçün də yad uşaqlarına, başqa bir insanlara qarşı çox yaxşıdır. Başqasının uşağına qarşı küçədə, bayırda, qonaq yerində çox yaxşı davranır, mehriban danışır, dindirir, güldürür, zarafat edir. Amma öz uşağı ilə o belə deyirlər, bir söz var, it kimidir. Öz uşağı ilə kobuddur. Öz uşağı ilə heç normal maraqlanmır. Düzdürmü? Demək ki, əslində daxilində onun uşaq sevmək, uşaqları belə əzizləmək daxilində yoxdur. Yəni bu saxtadır. Ümumiyyətlə bir insan daxilində nədirsə, onu sən daxilində başqa cürsənsə və göstərdiyin çox fərqlidirsə, bu nədir? Bu sən özünə xəyanət edirsən. Bu odur ki, sən özündən üz çöndərirsən. İnsan ümumiyyətlə üz çöndərilmək, kimsə səndən üz çöndərəndə bu insana ağır gəlir. Kimsə səndən üz çöndərəndə buna bir çox insanlar dözə bilmirlər. Niyə, nədən? Heç olmasa qısa müddətdə olsa hər bir insana bu təsir eləyir ki, nə oldu da, niyə, xeyr ola. Amma təsəvvür edin, insan bir ömür boyu özündən üz çöndərmiş halda yaşayır. Bir ömür boyu özü ilə tamamən içində nətər biridirsə, onunla üzləşmir, onunla birlik etmir, onunla əməkdaşlıq etmir, onunla bir qucaqlaşmır. Onu qəbul etmir də, belə deyək. Onu qəbul etməyə qorxur. Onu qəbul etmiş olsa, o cür davranmış olsa, anlayır ki, bir çox şeyləri, bir çox insanları itirə bilər ondan sonra. Olur verilişlər, o nə bilim kriminalla bağlı verilişlər, hə, deyirlər ki, çox belə sakit adam idi axı, sakit bir insan idi, evinə gedirdi, gəlirdi və bu boyda nə bilim hadisəni necə törətdi, nə bilim filan kəsləri necə getdi, qətlə yetirdi, nə bilim nə oldu, heç bilməzdi belə biridir. Nədir? Çünki yansıtdığı, göstərdiyi çox fərqlidir. Çünki necə yansıda bilər tamamən içində olan o qaranlıq tərəfləri? İnsanlara olan nifrətini, insanlara olan kinini, hansısa kateqoriya insanlara qıcıq olduğunu. Niyə? Çünki insan üçün çox önəmlidir qəbul olunma cəmiyyət tərəfdən. Həm məni sevsinlər, mənə xoş münasibət göstərsinlər, məni qoy belə tanısınlar. Və siz necə? Yəni təəssürat yaratmaq. Amma bu təəssürat yaratmağa görə insanın nə qədər enerjisi gedir. Çünki daxilində olan, məsələn, daxilində aqressiv biridir, amma nümayiş etdirdiyi çox belə mülayim insan, yaxşı insan, belə yenə də çox fərqli bir şeylər nümayiş etdirir. Və bu nədir? Bu daxilində hər zaman müharibə içindəsən də. İçindəki sənin eqon və göstərdiyin fərqlidirsə, sən burada daim bir müharibə var. Və müharibə nədir? Müharibə güc istəyən bir şeydir. Və nədən insanın tez davranması nədən gəlir belə? Nədən irəli gəlir? Əlbəttə ki, haçansa, nə vaxtsa bu insanlar bu cür hələ bir ayaqda durmağa çalışıblar. Bu insanların bu qorumaları olub bu cür. Onlar özlərini bu cür qoruyublar. Çünki görüblər ki, səmimi olanda onları məsəl üçün lağ eləyiblər. Kömək eləyəndə onların köməklərindən məsəl üçün istifadə ediblər. Yəni ki, yenə də tələb ediblər. Yəni siz necə görüblər ki, mən olduğum kimi olanda, mən məsəl üçün mənim gülməlidirsə, mən gülürəmsə, mənə demirlər ki, balaca olanda ki, nə var, niyə gülürsən? Yığışdır özünü, tutalım. Ya da ağlayanda ki, bəsdir, ağlama. Məsəl üçün, uşağın başına elə bir şey gəlib ki, yəni bəlkə yeniyetmədir də, hə? Tutalım, rəfiqəsi onunla da artıq heç danışmır. Rəfiqəsi birdən-birə başqa qızlarla məsəl üçün yaxın oldu. Valideyninə də gəlir, məsəl üçün ağlayır, eləyir, deyir ki, niyə belə oldu, niyə məndən uzaqlaşdı? O yaşlarda uşaq üçün çox vacibdir, yaxın olsunlar bir-birlərinə də, yəni rəfiqələr qopmasın bir-birindən. Və valideyn deyəndə ki, sən Allah, bəsdir görüm, niyə ağlayırsan? O qədər dərdimiz, sərimiz var ki, bir dənə sənin ağlamağın çatmır. Bilirsiniz necə? Yəni ki, nə vaxtsa insan görür ki, səmimi olmaq, olduğun kimi olmaq mənə yaramır. Mənim işimə yaramır. Mənə heç onda danışmaq da istəmirlər, mənimlə heç oturub durmaq da istəmirlər. Yəni səmimilikdən uzaqlaşır insan. Özü-özündə daxilindəki səmimi, adi, sərbəst, səmimi olan özündən
uzaqlaşır. Və amma insanın özü kimi olmağa axı hər zaman ehtiyacı var. İnsan da bütünlük olanda özünlə, sözlərinlə, əməlinlə, görünüşünlə sən üst-üstə düşəndə bunlar, sən onda daha çox möhkəm insan olursan. Məsəl üçün də baxın, necə olur yəni adam söz verir, sözünü tutmur, sözünün arxasında durmur, öz sözünü danır, elədiyini danır. Yox, mən belə eləməmişəm, bu cür. Yox, sən yalan deyirsən. Məsəl üçün olduğu nə varsa onları sənə inandıracaq ki, yox elə olmayıb. Sən yanlış bilirsən, sən yanlış anlayırsan, sən uydurursan özündən. Bunu insan nədən etmiş olur? Çünki bunu yaşayıb. Yaşayıb ki, belə olar. Xainlik olar, xəyanət olar, insanların arxasından iş çevirmək olar. Yəni insan bunu uşaqlıqdan, bunu haçansa yaşayır bu adam. Bunu haçansa yaşayan biri görəndə ki, bu cür olar və bu cür eləyir və bu adamın hələ işi, gücü, həyatı yolundadır. Bunu eləyir və hörmət var. İnsanları əzir və insanlar ondan qorxduğuna görə ona hörmət edirlər. İstədiyini eləyir, heç kəsi fikirləşmir, heç kəsi saymır. Kimə hansı pisliyi istəsə eləyir, amma ona hələ hörmət də edirlər. Saxta biri olmağı heç kəs boşuna seçmir. Saxta biri olmağı əslində heç kəs istəmir. Saxta biri olduğundan əslində o hər bir adam ki saxtadır, hər bir insan ki kim özünü görür ki mən olduğunu əslində nətərəm, o cür davranmıram, sözümü danıram. Əslində bu insan bunu boşuna etmir. Çünki artıq buna alışıb, artıq buna öyrəşib, artıq bu onun həyatının normasına çevrilib. Həyatını belə yola verə bilər də. Amma əgər sən içindəki ilə nətər birisənsə, göstərdiyin o eyniləşəndə, bütünləşəndə, bir-birinə artıq birləşəndə, qarışanda, oxşar olanda sən daxilində də rahat olursan, sənin yuxun da rahat olur, sənin təşvişin də içində azalır, sənin qorxuların da azalır. Ümumiyyətlə məqsədlərin yaranır. Çünki saxtalıq olanda, insan saxta bir şeylər nümayiş etdirəndə, o insanların bir də görsən heç məqsədləri də olmur. Və yaxud qoyduqları məqsəd də əslində onlara lazımsız bir məqsəddir. Əslində o məqsəd onları heç gələcəkdə o məqsədə gəlib çatandan sonra heç o qədər də sevinə də bilməyəcəklər. Deyəcəklər, niyə edirdim ki bunu, nə mənası var idi ki? Saxtalıq olan yerdə ümumiyyətlə insan özündən qopurdu ya, yəni daxili aləmindən, o insanlığından hələ bir növ qopurdu ya, orada maddiyyata artıq önəm çox olur. Maddiyyat sənin üçün olur birinci yerdə. Amma maddiyyat sənin ruhunu doydura bilmir axı. Maddiyyat sənin yaralarına məlhəm olmur axı. Maddiyyat səni müvəqqəti sevindirir. Amma sonra sən yenə düşürsən boşluğa.